Salam, axşamınız xeyir. Aprelin 19-u imtahan verəcəm. Stres içindəyəm. Nə edə bilərəm? Stresim azalsın. 4 günlük plan yaratmışam və etməyə çalışıram. Yenə də stres əl çəkmir. Çünki bilirsiniz necə imtahan elədir ki, imtahan neçə ildən bir olan bir şeydir də. Bunu hər gün yaşasa insan, yəni ki, nəinki daimi tez-tez yaşanılır, onu öyrəşirsən. Bu gec-gecə olur. Yəni burada səni ölçürlər də, hələ bir sənin intellektivi ölçürlər, sənin intellektiva qiymət verirlər. Yəni birbaşa hələ bir sənin özünə bir şəxsiyyət kimi qiymət verilir. Sən nə qədər hələ bir yaxşısan, nə qədər pissən. Və hər bir insanda dəyərləndirməyə həssasdır. Yəni sizin stresiniz oradan gəlir ki, indi ola bilər burada əsas baskı sizin özünüzə bəlkə edirsiniz və yaxud da valideyn tərəfdən bir baskı əvvəldən olub. Yəni gözləntilərini görürsünüz də. Bəlkə valideyn görürsünüz ki, çox həyəcan keçirdir, çox təşvişlidir, ay gedir dərman içir, eləyir, özü stres içindədir. Yəni valideyn stresli olanda olur ki, uşaq rahatdır, valideyn streslidir. Valideyn stresli uşağı keçir. Yəni qabağında bütün vaxtı belə narahat adam görəndə səninlə bağlı özləri xüsus. O istər-istəməz sən də başa düşürsən. Hələ bil bu yoluxucu bir xəstəlik kimidir də. Və burada bir dənə bunu da tövsiyə edəcəm. Mənim kanalımda sırf imtahan stresi ilə bağlı geniş video var. Onu da izləyə bilərsiniz. Və aşırı dərəcədə imtahan qabağı çoxlu oxumaq bu daha da biraz təşvişi hələ bil çoxaldacaq, azaltmayacaq. Yəni qədərində də, yəni bu da qədərində. Yəni o rusların bir sözü var, перед смертью не надышишься. Yəni ki, nə qədər nəfəs alırsan al, yəni ölümdən qabaq, yəni nə qədər çox nəfəs ala bilərsən də. Yəni lap nə qədər çox oxuyursansa da oxu imtahandan qabaq. Yəni əsas bu günə qədər neçə illərdə nə oxumusan, əsas özül ordadır. Əsas sənin hələ bir nəyə arxalanacaqsan? Bu neçə illərdə oxunduğuna arxalanacaqsan. 3-4 gündə oxu əlbəttə ki, amma aşırı yox. Yəni o 3-4 gündə tutalım da imtahan qabağı. Ay mən ancaq evdə oturum, heç evdən çıxmayım. Sən necə tamamən həyatını 180 dərəcədə dəyişdirmə. Yəni sən psixikava göstərəndə ki, çox belə elə bir hadisə var qabaqda, mən ona dəhşətli dərəcədə hazırlanmalıyam və bütün rutinini dəyişdirirsən ha. Əvvəlki rutini saxlamayanda, yəni sən gündəlik həyatın necə gedirdisə, heç olmasa qismən saxlasan, psixikada elə algılayır ki, hər şey hələ əvvəlki kimidir, qaydasındadır, normaldır. Yəni kəskin dəyişikliklər imtahandan qabaq günün rejimində etmək lazım deyil. Deyil, başa düşdünüz? Özünüzə oyundan stresi salmış olacaqsınız.